Herkese selamlar. Bu dersimizde setlər və set metodları haqqında danışacağıq. İlk öncə set nədir onu öyrənək. Set Pythonda sırasız dəyişdirilə bilən, unikal dəyərlər saxlayan verilən tipidir. Yəni setlər çox faydalı istifadə olunur, çünki onlar təkrarlanan elementləri avtomatik özləri aradan qaldırır. Curly bracket dediyimiz bu mötərizələr setləri yaratmaq üçün istifadə olunur. Əgər siz bu curly bracket daxilində elementlər daxil etsəz, Python avtomatik onu set olaraq qəbul edir və listdəki kimi setlərdə də elementlər istədiyiniz tip ola bilər. Integer, boolean, string, yəni fərqi yoxdur. Bir set yaradaq. Bizdə burada set yaratdıq. Burada həm boolean tip, həm də integer tipli elementlər daxil etmişik. Setdə 3 şərtimiz var. Unikal məlumatları saxlayır. Yəni burada dəyərlər təkrarlanmır. Və gördüyünüz kimi bizim burada həm true, həm də bir dəyərimiz var. Pythonda bu hər ikisi eyni dəyər kimi qəbul olunur. Çünki true 1 deməkdir və Python görür ki, bizim burada 2 dəyərimiz var və onlardan birini silir. İlk gördüyünü saxlayır, ikincisini silir. Və biz burada set 1 desək, gördüyünüz kimi 1, 2, 4 true-nu sildi. Çünki artıq o təkrarlanma kimi qəbul olundu. Və setlərdə belə bir şey var ki, onlarda indeksləmə yoxdur. Yəni elementlər sıralanmır. Hər dəfəsində fərqli sırada çıxa bilər. Bu səbəbdən setlərdən unikal məlumatları saxlamaq üçün kəsişmə və birləşmə əməliyyatları aparmaq və tez axtarış və daxil olmalar üçün istifadə edirlər. Set bildiyimiz rəzi əməliyyatlarda istifadə olunan çoxluqların əməliyyatları ilə də istifadə oluna bilir. Listlə müqayisəsi haqqında biraz danışmaq istəyirəm. Listdə setlərdən fərqli olaraq indeksləmə var idi. Sadəcə update ilə bağlı kiçik bir fərq var arasında. Listlərdə biz istədiyimiz indeksdə olan elementi bir başqası ilə dəyişə bilirik. Sadəcə setlərdə biz elementi dəyişdirə bilmirik. Sadəcə elementi silə bilirik və yaxud da əlavə eləyə bilərik. Yəni setlər üzərində yalnızca bu əməliyyatları edə bilirik. İndi isə set metodları haqqında danışaq. Set metodlarından ən çox istifadə olunan yeni bir dəyər əlavə etmək və yaxud da onu silmək üçün istifadə olunan metodlardır. Yeni bir dəyər əlavə etmək üçün istifadə olunanlardan biri add metodudur. Biz add daxilində yeni bir dəyər yazsaq və onu əlavə etsək, set update olur. Amma əgər bu dəyər setin daxilində mövcuddursa, bunu təkrar dəyər kimi görür və əlavə etmədən yenidən setin özünü qaytarır. Biz burada yenidən set 1-i çağırsaq, görək ki, olduğu kimi qalıb. Çünki 4 dəyəri daha əvvəl bizim setimizdə mövcud idi. Amma biz bura 6 yazsaq və yenidən run etsək, görərik ki, artıq həmin dəyəri əlavə edib. Add metodu yalnız bir element əlavə edir və təkrarlanan elementlər avtomatik olaraq özləri əlavə olunmur. Setlərdə insert deyə bir funksiya da var idi, amma set tipində indeks mövcud olmadığına görə insert metodundan istifadə etmək mümkün deyil. Yalnızca elementləri əlavə etmək üçün add metodu ilə həyata keçirə bilirik. Setdən element silmək istəsək, bəs nə istifadə edə bilərik? Bunun üçün remove metodu var. Biz silmək istədiyimiz elementi onun daxilində yazırıq və remove deyirik. Bir digər metod isə discard metodudur. O da daxil etdiyimiz elementi silir. Və biz burada artıq set 1 desək, görək ki, həm 2, həm də 4 elementi silinib.
Sadəcə remove və discardın fərqi nədir deyə sorursaq, remove-da əgər element setin daxilində tapılmasa, o bizə error qaytarır. Yəni sənə error qaytararaq deyir ki, sənin bu silmək istədiyin element bu setin daxilində yoxdur. Discard isə error qaytarmır, sadəcə setin özünü qaytarır. Əgər siz müəyyən bir problem ya da hər hansısa bir кейsi həll etdikdə, sizə əgər lazımdır ki, funksiya ya da metod bildirsin ki, sizin bu elementiniz burada yoxdur. Bu zaman remove-dan istifadə edə bilərsiniz. Çünki o sizə error qaytaracaq. Amma discard erroru bildirmir. Sadəcə set olduğu kimi sizə qaytarır. Məsələn, burada yenidən desək ki, gördüyünüz kimi 0 erroru verdi. Yəni key error. Axtardığınız element yoxdur. Amma gördüyünüz kimi discardda heç bir error vermədi. Və setimiz olduğu kimi 1 və 6 qaldı. Digər bir silmə əməliyyatı popdur. Hansı ki biz pop deyərək element silə bilərik. Sadəcə listlərdə biz popun daxilində indeks qeyd edirdik ki, biz burada bu elementi silmək istəyirik və yaxud da indeks daxil etmədikdə sondakı elementi silir. Amma burada biraz fərqlidir. Pop metodu setdə təsadüfi bir elementi silir və həmin elementi də ekrana qaytarır. Bu metod sırasız olduğu üçün hansı elementin silinəcəyinə dair heç bir məlumatımız olmur. Yəni ilk gördüyü elementi silir. Deməli, biri silib. Və biz yenidən set 1-i çağırsaq, yalnız altına qaldığını görəcəyik. Digər bir silmə del və yaxud da clear deyə bilərik. Del ümumiyyətlə bizim setimizi silir, yəni dəyişən olaraq silir və biz o dəyişəni çağırdıqda yenidən errorla qarşılaşacaq. Məsələn, set 1 deyək. Artıq silindi və biz burada yenidən set 1-i çağırsaq errorla qarşılaşacaq. Clear isə bizim dəyişənimizi saxlayır, bir növ qabı saxlayır, amma içini boşaldır. Biz burada set 1-ə yenidən dəyər mənimsədək. Set 1 clear desək, bizim artıq setimiz boşalır. Və set 1-i yenidən run etsək, görək ki, artıq bizə boş qaytarır. Yəni set olduğunu bildirir həmçinin. Setlərdə riyazi əməllər olan çoxluqlar üzərində bəzi əməliyyatlar etmək olur. Birləşdirmə, kəsişmə, fərqin tapılması. Bunlardan ilki union gedir. İki setin birləşdirilməsi. Biz iki set yaradaq burada. Və desək ki, union set olsun, bərabərdir. Set 1 ilə mən set 2-ni birləşdirmək istəyirəm. Burada artıq bizdə təkrarlanma olmamasını nəzərə alaraq, yəni dublikat dəyərləri silərək yeni bir set yaradır. Bizim burada dublikat dəyərimiz true ilə 1-dir və onlardan birini saxlayacaq, biri saxlayıb. 1, 2, 3 bizim ilk setimizdir. 4, 6, 8 isə ikinci setdən olan dəyərlərimizdir. Burada bir neçə seti yaza bilərik unionda. Yəni eyni anda birdən çox seti birləşdirmək mümkündür. Sadəcə ard-arda yazmağımız kifayətdir. Yəni gördüyünüz kimi
45 və 87-ni də əlavə olaraq etdi. Digər bir metod iki setin kəsişməsidir, intersection metodu. Bu metod iki və daha çox setin ortaq elementlərini tapır. Məsələn, bura deyək. Set 1 ilə digər setlərin kəsişməsini tapmaq istəyirəm. Bunun üçün o digər setləri burada daxil etməyimiz kifayətdir. Burada artıq bizə 1 qaytaracaq. Çünki bütün bunu run etməyi unuttum. Burada artıq bizə 1 qaytarır. Çünki hamısında 1 var. Amma gördüyünüz kimi biraz əvvəlki kimi ortaq dəyər olmadıqda boş qaytarır. Burada yalnızca set 2 desəm, yenə 1 qaytarır. Digər bir metodumuz difference metodudur. Yəni iki setin fərqi. Bu metod bir setdən digər setin elementlərini çıxarır. Yəni biz set 1 difference set 2 desəm, mənə 2-nin 3-ü qaytardı. Yəni set 1 və set 2-də ortaq dəyərimiz 1-dir və 1-i çıxardaraq mənə digər qalan elementləri verdi. Digər bir metodumuz update metodudur. Update metodu bir setə başqa bir set, siyahı, tuple və ya string kimi başqa verilənlərdən bir neçə element əlavə etməyə imkan verir. Məsələn, mən burada bunu list etsəm, artıq mənim set 2-im listdir. Və mən set 1-in sonuna set 2-ni əlavə etmək istəyirəm. Set 1 update set 2 desəm, artıq set 1-dən gördüyünüz kimi 1, 2, 3 bizim set 1-imiz idi. 4, 6, 8 isə bizim set 2-nin elementləridir. True 1 olaraq qəbul etdiyi üçün onu qaytarmır. Bugünkü dərsimizdə set verilənlər tipini, listdən fərqlərini və set metodlarını öyrəndik. Setlər çox faydalıdır, çünki onlardan təkrarlanan elementləri avtomatik olaraq özləri sildiyi üçün daha sürətli əməliyyatlar yerinə yetirməyə icazə verir.